Salam əziz izləyicilər. Bugün mən Tixelman ilgəyindən danışmaq istəyirəm. Bu iki borulu sistemlərdə, bu iki borulu sistemdir, amma belədir burada. İsti su birinciyə daxil olur, soyuq suda nasosa yaxın yerləşibdir və buradan çıxır. Müqaviməti az olur. Deməli, temperatur asılıdır suyun axma sürətindən. Axma sürəti çox olduqca həcm də çox olur. Buradan keçən suyun həcmi də çox olur və bunu möhkəm qızdıra bilir, vaxt tapır qızdırmağa. Bu ikincidə, üçüncüdə, axırıncıda get-gedə zəifləyir. Çünki burada boruda suyun təzyiqi artır və axım sürəti azalır. Radiatordan axan suyun sürəti azalır. Sürət azalırsa həcm də azalır. Və nəticədə axırıncı radiator zəif qızır. Bu problemi aradan qaldırmaq üçün Tixelmanın belə bir sxemi atılıb ortaya. Amma bu o vaxt olub ki, sistemlər qapalı deyildi. Atmosferə açıq sistemlər idi. Bir çən olurdu. Atmosferin əlaqəsi olan çən. Genişlənmə çəni deyirdilər. Amma dəxli yoxdur. Bu kombidə də işləkdir, yararlıdır və mənimcə ən yaxşısı budur. Baş ağrısı azdır. Bunun fərqi nədir? Burada belə baxanda görünmür, izah edin. Deməli, isti su gəlir, buraya girir. Buraya girir. Buradan da çıxıb, qayıdıb gələcək təzədən kombiyə. Amma fikir verin, bu birincidən çıxan su nə qədər yol dolanıb gəlməlidir. Nasosa qədər çox yol dolanmalıdır. Deməli, burada axım sürəti nisbətən az olacaq. Çünki burada təzyiq çoxdur. Müqavimət çoxdur. Suyun axımına mane olan müqavimət çoxdur. Və buradan az həcmdə su axacaq nisbətən. Yəni, bu sxemə nisbətən buradan az axacaq. Və axırıncı yaxşı qızacaq. Çünki bu su birbaşa nasosa yaxın yerdən birləşdiribdir. Nasos çəkib bu qayıdan suyu aparır və burada axım sürəti radiatorun içində çox olur.